Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təyyarə biletlərinin tapılmaması problemi son günlərdə pik həddə çatıb. Paytaxtdan Naxçıvan Muxtar Respublikasına getmək istəyən yüzlərlə vətəndaş günlərdir onlayn platformalarda və aviakassaların qarşısında boş yer tapa bilmədiklərindən şikayətçidirlər. Azal rəsmisi isə açıqlamasında bildirib ki, cari ilin iyun ayının ilk yarısında bu istiqamətdə 224-dən çox reys həyata keçirilib və 47 mindən çox sərnişin daşınıb. Tələbatın pik həddi olması səbəbindən gündəlik uçuşların sayı bəzi günlərdə 25 reysə qədər artırılsa da, satışa çıxarılan biletlər bir neçə dəqiqə ərzində tamamilə tükənir. Bilet qıtlığı ilə yanaşı son günlər bölgədə hökm sürən qeyri-sabit hava şəraiti, güclü ildırım, dolu və məhdud görünüş səbəbindən bəzi reyslər təxirə salınmalı olub. Təhlükəsizlik qaydalarına uyğun olaraq reyslərin gecikməsi və təyyarələrin havadan geri qaytarılması hava limanlarında sərnişin sıxlığını daha da artırıb. Qeyd edək ki, vətəndaşların biletlərin əl altından və baha qiymətə satılması ilə bağlı uzun müddətli narazılıqlarından sonra məsələyə rəsmi müdaxilə də edilib. Havaalanındayam, Naxçıvana getmək istəyirəm. Mənim qaynım rəhmətə gedibdi. İndi Naxçıvana getmək üçün bilet axtarım. Nəsə söhbət ondan gedir ki, burada elə bir vəziyyət yaranıbdır ki, insanlar ölüsü, öləndə də Naxçıvana gedə bilmirlər. Burada nizam-intizam gətirmək lazımdır. İndi hərçənd ki, saat 5-in yarısına indi mən gedə biləcəyəm. Zorbalayla bir adam öz yerini verdi mənə, sağ olsunlar. Bu Naxçıvan cəmaatının mənə elədiyi hörmətdir. Amma bu cəmaatın hamısı, əksəriyyəti demək olar ki, yasa, nə bilim, belə deyək, vacib bir işləri var, xəstə yanına gedirlər. Amma hamı burada gözləyir. Nə zaman bilet olacaq, bəlli deyil. Yəni, mən hesab edirəm ki, Azal rəhbərliyi bu məsələyə bir aydınlıq gətirməlidir. Bu məsələləri doğru-dürüst çözməlidir. İnsanlar rahatlıqla öz məmləkətlərinə də gedə bilmirlər. Ölüsünün üstünə gedə bilmirlər. Və belə bir abırçılıq olmaz ki, Naxçıvanın bir dənə yolu vardır ki, onu təyyarə ilə gedəsən, amma təyyarəyə də bilet tapılmır. Yəni, gözləməlisən, qeyri-müəyyən vaxt deyirlər ki, nə zaman gedəcəklərin bəlli deyil. Uçacağın bəlli deyil. Elə biabırçı bir vəziyyət olmaz. Yəni, buna mütləq Azərbaycan hökuməti, Azal rəhbərliyi bir aydınlıq gətirməlidir.